Tansuya günü İmam Hüseyin əleyhissalam düşmən qoşununun hayküyünü eşidəndə Həzrəti Əbəlfəz ağanı çağırdı ki, qardaş, bura gəl. İrkəbu bi nəfsi ənd, ya əxi, ay mənim qardaşım, canım sənə qurban olsun, belə dedi, canım sənə qurban, bi nəfsi ənd. Atva min, həttə təlqahum, get onlarla danış. Gör nə qərara gəliblər, biz bu gecəni istəyirik ki, ibadətlə keçirdək. Həzrət Əbəlfəz ağa getdi, onlarla danışdı, dedi ki, belə-belə məsələ bu cürdür. Onlar da razılıq verdilər. Görürsünüz, İmam Hüseyin əleyhissalam, hansı imam bir nəfərə bir söz deyər ki, canım sənə qurban olsun, o Həzrət Əbəlfəz idi. İmam Hüseyin əleyhissalam hər adam o söz deməz. Amma Həzrət Əbəlfəz ağaya dedi. Aşura günü Əbəlfəz ağa atdan yıxılan zaman İmam Hüseyin onun başının üstünə yetişib, bu cümləni işlətdi. Cəzakallahu xayra ya əxi, ləqəd cəhədəkə lillahi həqqə cihadi. Qardaşım, Allah sənə və sənə xeyirli mükafat versin, sən Allah yolunda lazım olduğu cihadı elədin. Yəni, sənin əməllərində zərrə qədər də nöqsan yoxdur. Sonra imam buyurdu ki, o ki, şəhid oldu, onunla dedi ki, əl-an inkəsərə zəhri. İndi belim sındı. Əl-Əsğər şəhid olanda demədi. Əl-Əsğər şəhid olanda demədi. O birisilər şəhid olanda demədi. Amma Həzrət Əbəlfəz şəhid olanda dedi, indi mənim belim sındı.